Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Dövlət İmtahan Mərkəzinin 2025-ci il üçün nəşr etdiyi ingilis dili test toplusundan artikel suallarının izahına baxaq. 22-dən başlayacağıq, 22-yə qədər olanları kanala yükləmişəm. Bu arada qeyd edim ki, ödənişsiz və onlayn dərslərimiz artıq başlayıbdır, davam edir. Həftədə bir dəfə dərslər keçilir və qrupa lazım olan faydalı testlər, izahlar və faydalı məlumatlar göndərilir. Sizi qrupa əlavə etməyim üçün bu nömrəyə yaza bilərsiniz ki, mən sizi qrupa əlavə edim. İndi isə başlayaq. 22-ci sualda deməli one of var, hard working var. Deməli üstünlük dərəcəsidir. Üstünlük dərəcəsindən one of ifadəsini bilirsiniz. Deməli qarşısında z olmalıdır mostun qarşısında. Olmayanları götürək. Elə bir dənə cavab B çıxır gördüyünüz kimi. 23-cü suala baxaq. 23-də yenə most generous var, one of var. Deməli sifətin üstünlük dərəcəsidir və mostun qabağında z artikli olmalıdır. Baxın, çox asandır. Burada z artikli yoxdur heç birində. Ona görə doğru cavab birbaşa A çıxdı. 24-cü suala baxaq. 24-cü sualda qeyri-müəyyən artikli olacaq. Bu bir kitabdır, yeni bir kitabdır. 1 olmalıdır, E olmalıdır. Çünki qeyri-müəyyəndir. Z olanı, boşluq olanı ataq, Z-ni ataq. C və D arasında qalırıq. Sonra deyir ki, o kitab mənimkidir. Deməli, artıq müəyyəndir. Ona görə qarşısında bir artikl olmalıdır. Yəni, boşluq olmur. Cavab C variantı. 25-ci sualda baxaq. Səhra adlarının qarşısında nə olurdu? Z artikli olurdu. Z olmayanları ataq. Çünki Sahara səhra adıdır. Cavab B olur. Afrikada ölkədir. Ölkənin qarşısında artikel olmaz. 26-cı suala baxaq. 26-cı sualda ölkə, qitə adları necə olurdu? Artiklsız, yəni boşluq olurdu. Artikl olmayanları, daha doğrusu olanları ataq. Y və C arasında qalırıq. Su hövzələrin qabağında nə olurdu? Okean, dəniz. Z artikl olurdu. Qabağında E olmaz. Cavab oldu C variantı. 27-ci suala baxaq. 27-ci sualda one of var, tallest var. Sifətin üstünlük dərəcəsidir. Qarşısında nə olmalıdır? Z artikli. D olmaz çünki E'dir. B-də boşluqdur. Qalırıq digərləri arasında. Burada isə in qrup var. Bildiyimiz kimi in plus və isim varsa ismin qabağında bir artikl olmalıdır. Məsələn, boşluq olmaz. C-ni buradan ataq. Qalırıq Y və A arasında. Deyir ki, o qrupdakı şagirdlərdən ən hündürlərdən, ən uzunlardan biridir. Bu formada bir qrupdakı demir. Qrupdakından söhbət gedir. Qrupdakı uşaqlardan, yəni məlumdur. Ona görə in Z qrup olmalıdır. In qrup olmaz. Amma desəydin ki, məsələn, orada bir qrup adam var desəydin, məsələn, in qrup o şəkildə istifadə etmək olardı. Amma bu şəkildə təbii ki, mütləq qabağında in Z qrup deyərsən. 28-ci sualda bizdən doğru variantı soruşur. Deməli, ölkə, qitə adları artiklsız idi, şəhər adları artiklsız idi. Qabağında Z olmur, E olmur və is a beautiful city. City-nin qabağında bir artikl olmalıdır, boşluq olmaz. Ona görə cavab B çıxır. 29-cu suala baxaq. Moskva şəhər adının qarşısında boşluq olmalıdır. Z, E, Z olmaz. Elə bir dənə cavab qalır D variantı. 30-cu sualda I sometimes have milk and apple for breakfast. Mən bəzən süd içirəm və bir alma yeyirəm deyir. Süd salmayan isimdir. Salmayan ismin qabağında E artikli olmaz. Ona görə bunları ataq. Apple. Apple sayıla bilən tək isimdir. Sayətlə başlayır deyə E də olmur və isim qabağında boşluq yox, bir dənə artikli olmalıdır. An apple. Cavab D variantı. 31-ci sualda most popular one of. Hansı dərəcədir? Üstünlük. Üstünlüyün qarşısında Z artikli olmalıdır. B və C arasında qalırıq. Of the world olacaqdır, C olacaqdır. Niyə? Of qaydasına əsasən və ismin qabağında artikl olur. The world tək məfhumdur, qabağında Z istəyir. Of a world ifadəsi yanlışdır. 32-ci suala baxaq. Tina is an old friend of mine. Mənim köhnə bir dostumdur deyir. Y olacaq. An old friend. Old saytdan başlayıb, friend təkdədir. E-dən başlamasın təbii ki. Bunları ataq. İsmin qabağında boşluq olmaz. Bunları ataq. She is, bir saniyə, a good tennis player. O bir yaxşı bir tenis oyuncusudur. Tenis oyuncusu isimdir. Qabağında boşluq olmaz və good samit səsdən başlayır deyə ən yox E olar. 32-də Y variantı.
Keçək 33-ə. Kanala abunə olmamısınızsa, abunə olmaqla dəstək ola bilərsiniz. Həmçinin sinif yoldaşlarınızla da bölüşə bilərsiniz. 13-cü sualda Cavid yaşayır deyir. İnsanın qabağında artikel olmur. Bunları ataq. Deməli, nəyinsə şimalında, qərbində in the north olur, in the north olmur. Qalırıq D və Y arasında. Kingdom olduğu üçün orada demişdik ki, kingdom olduğu zaman qabağında deməli nə olur? Bir saniyə. Normalda artiklsizdir. Kingdom olanda Z olur. Deməli 33-də olur, D variantı olur, boşluq olmaz. Amma adi bir ölkə olsaydı, məsələn, tutaq ki, Azərbaycan olsaydı, o zaman boşluq olardı. Kingdomdur, state'dir, republic'dir. Bunları gördüyümüz zaman mütləq Z artikli axtarırıq. 34-cü suala baxaq. Okean su hövzələri Z artikli ilə olmalıdır. A-nı, B-ni atırıq. Largest is. Üstünlük dərəcəsidir. Qabağında Z istəyir, boşluq olmur. Və sonda in the world olur, tək məfhumdur. In world demirik. Cavab 34-də C. 35-də Smithlər, sonda S var. Soyadların qabağında nə olurdu? Z artikli. B, A olmaz, boşluq olmur. Deməli, to Tokyo. Tokyo yer adıdır, şəhər adıdır. Qabağında heç bir şey olmaz. EZ deməzsən, cavab C oldu. 36-cı suala baxaq. 36-da Brownlar, Əliyevlər soyadlıdır. Qabağında Z olar. Yuxarıda buna testə baxdıq. In Madrid yer adıdır. Qabağında boşluq olar. Heç bir artikel işlənmir. 37-ci suala baxaq. Dəniz, su hövzələri nə ilə idi? Z artikli ilə. Z olmayanları ataq. Qalırıq digərləri arasında. Yuxarıda world sözünün izahını verdik. In the world və yaxud da is the world's largest lake olur. Deməli, üstünlük dərəcəsi var burada da və world var. Cavab elə Z olur. Yəni, Y variantı olur. 38-də sıra dağları artikellə idi. Məsələn, Z Himalayas ola bilər, Z Caucasus ola bilər. Sıra dağları Z ilədir. Boşluğu ataq, E-ni ataq. Many of the highest. EST var sifətinin üstünlük qarşısında. Mütləq Z olmalıdır. Z olmayanları ataq. Cavab elə 38-də A variantı çıxdı. 39, bax, bayaq demişdik, Qafqaz dağları, Himalay dağları qabağında bir Z artikli olmalıdır bunların. Z olmayanları ataq. Daha sonra Black Sea and the Caspian Sea olur. Niyə olur? Çünki su hövzələri, dəniz adları hamısı C artikli ilə istifadə olunur. 40-a baxaq. 40-cı sualda Qara dənizi keçdi. Dənizlər artiklə olurdu. Boşluqları ataq getsin. By boat. Qayıqla getdim, maşınla getdim. By car. Araya artikl girmir. Ona görə 40-da Y variantı. 41-ci sualda deməli, bilirsiniz ki, zehul ifadədir, bütöv deməkdir. Filan bütöv ərazi deyirik, zehul olur, tək olmaz, boşluq olmaz. Və bir saniyə, Z Sahara. Səhra adları Z ilə idi, boşluq olmur, E olmur. Cavab B variantı. Sualların bir-bir izahını verirəm ki, səhvlər də izah edirəm ki, qaranlıq bir şey qalmasın. Əgər çətin bir şey olsa, şərh bölməsini yaza bilərsiniz. 42-ci suala baxaq. 42-də On the shore of Lake Baykal. Lake varsa qabağında nə olmalıdır? Boşluq olmalıdır. Olmasaydı Z artikli olurdu, lake olmasaydı. B və Y arasında qalırıq. Lake gölünün sahilində müəyyəndir, yoxsa qeyri-müəyyən? Müəyyəndir, yəni məlumdur. Ona görə B olar, çünki Z deyəcəyik. 43-cü sualda suların qabağında nə olurdu? Artikl olurdu. Baxın, bu Temza çayıdır, Londonda yerləşir. Deməli, Z olmalıdır sağ tərəfdə. Olmayanları ataq. Qalırıq A və C arasında. Deyir ki, Temza çayının yanındakı where we stayed, haradakı qaldıq, oradakı otel. Yəni, müəyyəndir və Z artikli necə bir artikldır? Müəyyən artikldır. Bir, buna görə tapmaq olar. Bir də ki, otel sayıla bilən tək isimdir. Mütləq qabağında bir artikl olmalıydı, onsuz boşluq şəklində işlənmir. Ona görə cavab A olur. Belə əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə bol-bol uğurlar, özünüzə yaxşı baxın.